Sualınıza bir mənalı cavab vermək çətindir. Xalqımızın çox da həyəcanlandığını müşahidə etmək olmur. Amma açığı mən bilmirəm ki, bu onsuz da daha pisə özünü hazırlamağın nəticəsidir, yoxsa artıq bu ağır günlər, hökumətdən alınan ard-arda zərbələr, xalqımızı sanki o döyülmüş adam kimi o qədər keyidib ki, artıq sosial məşəqqətin belə deyək, dərəcəsinin nə qədər artması da onu təsirləndirmir, artıq heç nəyə təəccüblənmir, hər şeyin ən pisinə hazır kimi görünür. Başqa cür, belə deyək ki, bu biganə münasibəti izah eləmək çətindir. Amma Azərbaycan hakimiyyəti həqiqətən də ağır bir il hazırlayır xalqımıza. Son illərdə biz ildən ilə sosial vəziyyətin pisləşməsinin şahidləriyik. Və mən bir neçə ildir ardıcıl sizə deyirəm ki, nə qədər İlham Əliyev hakimiyyətdə qalacaqsa, ildən Azərbaycanda ağır olacaq. İndiyə qədər görürsünüzmü, hamısı doğru çıxır. Amma 2026-cı il bütün əvvəlki illərdən daha ağır olacaq. İlk növbədə 2026-cı ildə artıq işləməyənlərin tibbi sığortası kəsiləcək. Nə deməkdir bu? Bu, həddindən artıq çoxlu sayda insanın artıq o pulsuz müalicə, müayinə imkanından tam olaraq məhrum edilməsi olacaq. Onsuz da açığı bu tibbi sığorta çox qüsurlu idi. Bu barədə çox danışılıb. Siz hər kəsdən yaxşı bilirsiniz ki, indiyə qədər tətbiq olunan bu tibbi sığorta yetərsiz idi insanların müalicəsinin təmin edilməsi üçün. Amma təsəvvür edin ki, indi bütün işləməyənlər bu sığortadan məhrum olacaq. Nə deməkdir bütün işləməyənlər? Ölkənin əmək qabiliyyətli əhalisinin 50-60%-nin daimi işi yoxdur və onlar sahibkar da deyirlər. Yəni, tibbi sığorta fonduna kimlər pul köçürə biləcək? Daimi iş olan 1,7 milyon insan demək və təqribən 800 min nəfər də daimi şəxsi işi olan, vöönlə işləyən insanlar. Hamısı bir yerdə 2,5 milyon nəfər. Amma yerdə qalan 2,8 milyon nəfər, hansı ki əmək qabiliyyətlidir və daimi işi yoxdur, o adamlar tibbi sığortadan məhrum ediləcək 2026-cı ildə. Nəyə görə məhrum ediləcəklər onları tibbi sığortadan? Bu yolla dövlət həmin bax bu ən yoxsul insanların, daimi işi olmayan insanların hesabına 500 milyon manat dırnaqarası qənaət ediləcək. 500 milyon manat nə deməkdir? Azərbaycanda bir yüksək vəzifəli şəxsi silkələsən, o qədər oğurladığı vəsait var. Yəni bircə nəfər, bax bu saat indi dəbdir, bu siyahılar elan olunur. Bax o siyahıların bircəciyi dövlətə keçirilsə, fərqi yoxdur. Bugün indi Ramiz Mehdiyevlə bağlı, Əli Həsənovla bağlı siyahılar çap olunur. Biraz əvvəl Adnan Əhmədzadənin haqqında siyahılar çap olunurdu. Daha əvvəl Vasif Talıbovla bağlı siyahılar çap olunurdu. Ondan əvvəl nə qədər Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bağlı hökumətin öz mətbuatı onların mülklərinin siyahılarını çap edib və onların bircəciyinin, hamısını demirəm ha, hamısının əgər onların o belə deyək, müsadirə olunmalı olan oğurluq əmlakları büdcəyə gəlsə, ümumiyyətlə ölkədə vəziyyət dəyişər. Amma bircəciyinin həmin o elan olunmuş siyahıdakı əmlakı əl dəyişməsə, xalqa verilsə, büdcəyə köçürülsə, həmin o 500 milyon manatı bir məmurdan, deməli, təbii ki, yüksək vəzifəli şəxsdən gedir söhbət, onu ala bilər dövlət. Amma yox olmayacaq. O siyahılar sadəcə sahibkarların adı dəyişəcək. İndiyə qədər hər zaman belə olub da. Dövlət büdcəsinə bir isti soyuq olmayacaq və həmin o 500 milyon manatı büdcəyə qazandırmaqdan ötürü 100 minlərlə, əslində milyonlarla insanı deməli tibbi sığortadan məhrum edəcəklər. Bax, bu qədər amansızcasına bir iş hazırlanır. Amma tək bu deyil, büdcə boş, daha doğrusu boş qalacaq. Çünki gələn il hətta nəzərdə tutublar ki, hal-hazırda neftin qiymətini olduğundan biraz artıq hesablayıblar. Bütövlükdə büdcə ilində 65 dollardan bir barelini hesablayıblar. Amma yenə də neftin satışından gələn gəlirin büdcəyə transferi bir 11% azalacağı proqnozlaşdırılır. Onun yeri necə doldurulsun? Real iqtisadiyyat yoxdur axı. Real iqtisadiyyat haqqında ancaq danışıblar.
diversifikasiya, qeyri-neft sektorunun inkişafı hanı bəs olar? Niyə çıxmır ortalığa? Niyə görə büdcəni doldurmur? İndi büdcəni doldurmaq üçün görün nələrə əl atırlar. Deməli, kimsə xaricdən ailə üzrində bir telefon gətirəcək, 100 manat əlavə pul ödəməlidir büdcəyə. Təsəvvür edirsiniz. Bəs indiyə qədər hay-küy salmışdılar, bəs keçən il biz COP29-a ev sahibliyi etmişik, ekologiya belə gəldi, belə getdi. Cərimələrlə insanları soyurlar ki, güya ekologiyanın qeydinə qalırlar. Bir il çəkdi cəmisi. Deməli, bu hibrid maşınlar üçün olan vergi güzəştini ləğv edirlər artıq. Bəs deyirdiniz ki, biz maraqlıyıq ki, bu ölkənin avtomobil parkı yenilənsin. Ölkə üzrə təsəvvür edin. Ölkə üzrə mövcud olan bütün avtomobillərin 80%-dən artığı 10 ildən daha artıq yaşı olan avtomobillərdir. 50%-nin 20 ildən artıq yaşı var. Deməli, hökumət nə etməlidir? Maraqlı olmalıdır ki, ya elektrik maşınları, ya da heç olmasa hibridlər gətirilsin bu ölkəyə. Ondan ötürü, gözə kül üfürməkdən ötürü bir qərar da vermişdilər. Ötən il axı ekologiya dəb idi, COP29 idi. Ləğv edirlər onu. Onu da ləğv edirlər. Ümumiyyətlə, deməli, Azərbaycan hakimiyyəti bütün günü zərrəbinlə axtarır ki, kimi, harda, necə soymaq olar. Gəlir vergisi ilə bağlı fiziki şəxslərdən söhbət gedir. Fiziki şəxslərə gəlir vergisi ilə bağlı müəyyən bir güzəşt müəyyənləşdirmişdilər. Aha, artıq o güzəşt aradan qaldırılır. Ciddi şəkildə, demək, işi olanlar, yüksək maaş alanlar, hamısı əlavə gəlir vergisinə cəlb olunacaqlar. Bu güzəştə aradan qaldırıldı. Hökumət artıq o yerə gəlib çatır ki, fikir verin ha. Deməli, bir tərəfdə bunların hansı yüksək vəzifəli şəxsini, məmurunu qaldırırsan, milyard çıxır altından. Biraz orta səviyyəli məmurunun rahat 100 milyonları var. Ən balacası, İlham Əliyevin sərəncamı ilə təyin olunanların ən balaca vəzifəlilərini silkələyəndə varidatı 10 milyonlarla manatdır. İndi gəlib nəyə göz dikiblər? Kimsə, demək, dolanmaqdan ötürü evini kiraya verəcək, 500 manat oradan pul qazanacaq, onun dərhal 10%-i büdcəyə girəcək, onu məcbur eləyəcəklər ki, o vergi ödəyicisi kimi qeydiyyata düşsün, təzədən deməli, əlavə olaraq sahibkar kimi də vergi ödəyəcək, sosial müdafiə fonduna da vergi ödəyəcək və müstəqil iqtisadçılar bunu hesablayıblar, təqribən 500 manata evini kiraya verən adam üst-üstə 166 manat vergi və ödəmələr eləyəcək büdcəyə. Baxın ha, ədalətsizliyin həddinə baxın. Deməli, o tərəfdə milyardlar dağıdılır, milyardlar. O milyardlara sahib çıxan yoxdur. Heç bir soruşan yoxdur ki, axı bu Adnan Əhmədzadə sokarda 30-cu, 40-cı adam idi. Hardan çıxdı bu qədər varidat? Hardan çıxdı? Bəs bu bizim silkələdiyimiz, siyasını çap elədiyimiz adamların hamısı məmurdur, övladları da məmurdur, nazir deyil, nə bilim, prezidentin icra aparatının rəhbəri deyil. Prezident aparatında şöbə müdürüdür. Hardandır bunların bu milyardları, 100 milyonları? Bunu soruşan yoxdur. Amma oturub gözləyirlər ki, adam evini 500 manata kiraya verib, onunla bir təhər dolanacaq, 500 manata, olsun 600, 700, 800 manata evini kiraya verən adamın nə qazancı var ki, sənə də nə versin? Artıq bu nə deməkdir? Bu deməkdir ki, hökumət xalqın əlindən o son qəpik quruşunu da alır. Bəs bundan qabaq biz nəyi müzakirə edirdik? Nəqliyyatda gediş haqqının artması, metroda gediş haqqının artması, bütün bu sosial, demək, kommunal xərclərin qiymətinin artırılması, bunlar bəhs eləmədi. İndi oturublar bütün günü hara cərimə kəsmək olar, hara əlavə vergi təyin eləmək olar, necə eləmək olar ki, bu xalqı biraz da silkələyək, oradan vəsait gəlsin. Nəyə görə gəlsin vəsait oradan? Axı, onsuz da bu büdcənin əhəmiyyətli bir hissəsi korrupsiyaya gedir də. Nə olar ki, bax, 30 ildən artıqdır, millətlə şərikli bu büdcəni sökürsünüz. İndi vəziyyət pisləşib, artıq uğurlamayın da. Bir neçə il büdcəyə əl uzatmayın. Bu qədər, bəsit. Bu adamları bu həddə qədər sıxmaq olmaz axı. Görün, siz insanların sonuncu tikəsini onun ağzından çıxarırsınız. Cibinə girirsiniz adamların. Adamlar onsuz yaşaya bilmirlər. Bu təsadüfüdür Azərbaycanda bu qədər ürək xəstəlikləri üzrə bizim çempion olmağımız, xərçəng xəstələri üzrə çempion olmağımız bizim təsadüfüdür. Orta ömür üzrə bütün Avropanın axırıncı yerində olmağımız bizim təsadüfüdür. Təsadüfü deyil. Bu millətə yaşatdıqlarınızdır.
Bundan sonra heç olmasa bu korrupsiya büdcəsindən biraz kəsin də. Biraz kəsin o korrupsiya büdcəsindən. Mütləqdir ki, bu insanların sonuncu tikəsinə də əl uzadasınız. Ona görə də əziz həmvətənlər bilin. Ola bilsin ki, məlumatınız var, artıq necə deyərlər, heyiniz yoxdur etiraz eləməyə. Bunu da mümkün sayıram. Yaxud da məlumatsızsınızsa məlumatınız olsun. Bizi çox ağır bir il gözləyəcək. Və bu ilin ağır olmasının məsuliyyəti tam olaraq İlham Əliyev hökumətinin üzərindədir. İndiyə qədər real iqtisadiyyat yaratmayıblar ölkədə. Heç bir şaxələnmə falan olmuyor. İndi də neftin istehsalı da azalır, qiyməti də düşür. Bax, onun hesabına bu kağızdan evcik qurulmuş bu iqtisadiyyat uçur gözümüzün qabağında, dağılır. Və həm də ona görə dağılır ki, bu qədər indi vəzifəli şəxs düşünürsünüz. Bu qədər vəzifəli şəxs hamısı milyonları, 10 milyonları, 100 milyonları, milyardları kimin nə qədər gücü çatır. Vəzifəsi hansı həddə imkan verirsə sökür bu millətin varidatını. Bu qədər böyük korrupsiyaya hansı pul, hansı sərvət davam gətirə bilər? Baxın, ona görə səbəb, bugünkü günə düşməyimizin səbəbi, bax bu ikidir. Bir, nəhəng korrupsiya, monopoliya. İki, iqtisadiyyatın inkişaf etdirilməməsi. Deməli, heç olmasa ona da qabiliyyət çatmayıb ki, korrupsiya yoluyla onsuz da millətin cibinə girirsiniz. Heç olmasa qalan vəsaitlər düz əməlli istifadə olunan və gerçək bir iqtisadiyyat yaradına ki, bu büdcə başdan ayağa neftdən, qazdan asılı olmayan. Baxın, belə bir ağır bir il gözləyir bizi və çox təəssüf ki, söhbət bir ildən də getirir. Tam məsuliyyətlə deyirəm. Bu rejim dəyişməyənə qədər ildən ilə Azərbaycanda vəziyyət pisləşəcək. Çünki vəziyyətin yaxşılaşması üçün ölkədə iqtisadi açılım olmalıdır. İqtisadi açılımın olması üçün siyasi açılım da olmalıdır. Bu ölkədə məhkəmə, müstəqil məhkəmə hakimiyyəti olmayana qədər, azadlıqlar olmayana qədər, insanların canından qorxu çıxmayana qədər bura gətirib insanlar pul qoymayacaq. Məsələ budur. Bu ölkəyə pul qoyulmayacaqsa, sərmayə qoyulmayacaqsa, hamının fikri zikri əlindəkini bu ölkədən qaçırmaq olacaqsa, bu ölkədə rəqabət, yarış imkanı olmayacaqsa, heç bir inkişaf artıq ola bilməyəcək. Ona görə də, bəli, Azərbaycan hakimiyyəti dəyişməyənə qədər bizim sosial vəziyyətimiz ildən ilə təəssüf ki, pisləşəcək.